Hər birinizə salam dəyərli dostlar. Sizə söz verdiyim kimi bu videoda sizinlə çevrənin tənliyi, iki nöqtə arasındakı məsafə, bu qaydalara baxacaq. Qısa bir video çəkəcəm 9-cu sinif üçün. Yəni bu 20 aprel və 27 apreldə istifadə oluna biləcək suallar içərisində olacaq. İlk öncə çevrənin tənliyi ilə başlayaq. Hansı tip suallar qarşımıza çıxa bilər, hansı tip suallar görə bilərik, nələrə diqqət etməliyik? Qısa bir halda onları deyəcəm. Deməli, baxın, bu bizim koordinat oxlar üzərində verilən çevrəmizdir. İndi bir dəqiqə bunu çəkim. Deməli, bu çevrənin mərkəzi bir A və B nöqtəsidir. Yəni, X-i A, Y-i B olan bir nöqtədir. Baxın, bu şəkildə. Yəni, burada A məsafəsi bizə radius vermir təbii ki. Çünki gördüyümüz kimi buradan aralı bir məsafəmiz var. Əgər desəydik ki, toxunur, o zaman deyərdik. İndi o haqqda danışacağım. Burada AB onun bu çevrənin mərkəzinin koordinatlarıdır. Və deməli, çevrənin tənliyi X, burada X düsturun X-idir və çıx A kvadratı üstə gəl Y çıx B kvadratı bərabərdir R kvadratı. Bildiyimiz kimi burada R çevrənin radiusudur. Belə. İndi baxaq, yəni bizə bu istənilən bir nöqtə ilə birləşməsi radius verilir. Məsələn, bizim qarşımıza hansı suallar çıxa bilər? Deyər ki, mərkəzi 2 və 7 nöqtəsində olan və koordinat başlanğıcından və yaxud da 4, 3 nöqtəsindən keçən çevrənin radiusunu tapın. Məsələn, potensial bir sualdır. Eyni ilə, məsələn, mərkəzi bu nöqtədə olsun və bu nöqtədən keçsin. Belə bax. Keçsin. İndi bu çevrənin tənliyini yazın desə, yazacağım ki, X çıx, daha doğrusu bizdən radiusu soruşur. X çıx 2 kvadrat üstə gəl, Y çıx 7-nin kvadratı bərabərdir bir R kvadratına. Və mənə şərtdə demişdi ki, bu nöqtədən keçir. O zaman mən X-in yerinə 4, Y-in yerinə 3 yaz, buradan R-i alırım. Məsələn, 4 yazdım, burada 4 olacaq. Çünki 4-dən 2 çıxdı, 2-nin kvadratı 4. Üstə gəl, burada isə 4, 16. R kvadratı, R bərabərdir kökdə 20. Bu şəkildə qeyd etdik. Buna tamam. İndi, başqa deyər ki, tənliyə bizə deyər ki, çevrənin tənliyi bu şəkildə verilib. Məsələn, burada yazır, tutalım ki, 25. Bu çevrənin radiusunu tapın. R kvadratı 25 isə R-imiz 5-dir. Bu da belə. Və yaxud da deyər ki, bizə mərkəzin koordinatlarını tapın. Çox rahat bir şəkildə 2 və 7. Əgər burada toplama olsa mənfi 7 götürəcək. Bu da belə. Başqa nə kimi sual çıxar qarşımıza? Bizə deyər ki, çevrənin ən uzaq iki nöqtəsi arasındakı iki nöqtəsinin koordinatları məsələn M, N və X, Y-dir. Bu şəkildə desə bizə. Ən uzaq iki nöqtəsinin koordinatları dedikdə, bu deməli diametrin ucu nöqtələrini nəzərdə tutur. Diametrin ucu nöqtələri MN və XY-dir. Məsələn. Və daha sonra bizdən mərkəzin koordinatını istəyər, radiusunu istəyər. Mərkəzin koordinatını tapmaq üçün iki nöqtə arasındakı məsafə düsturundan daha düzü orta nöqtənin tapılması düstur. Orta nöqtəni necə tapırdıq? X1, Y1 və X2, Y2 nöqtələrin orta nöqtəsini tapmaq üçün uyğun koordinatlar toplanıb yarıya bölünür. Yəni X1 üstə gəl X2 bölü 2. Bu X koordinatı olur. Y1 üstə gəl Y2 bölü 2. Bu Y koordinatı olur. Yəni biz mərkəzinin koordinatlarını bu şəkildə tapa bilərik. Və bu bizə verəcək mərkəzin koordinatlarını. Əgər biz diametrin axı ucu nöqtələrini dedi bizə. Yəni bu şəkildə də bildirə bilər. Diametrin ucu nöqtələri məsələn 7, 8, 4, 5-dir. Ucu nöqtələri belədir və bizə radius istəyir. Necə edir? İki nöqtə arasındakı məsafə düsturundan
diametrin uzunluğunu tapırıq. Diametrin ümumilikdə. Və onu diametri tapdığıma görə yarıya bölürəm. Bəzən bu çevrənin bizdən uzunluğunu istəyər. O zaman 2 Pierre düsturundan istifadə edərəm. Belə. Bəs iki nöqtə arasındakı məsafə düsturu necə idi? Bilirik bunu. Kök altında x1 çıx x2'nin kvadratı üstə gəl y1 çıx y2'nin kvadratı bu şəkildə yazılır. İki nöqtə arasındakı məsafə düsturu ilə. İki nöqtə arasındakı məsafəni tapıb yarıya bölərik və biz alarıq radiusu və burada da yerinə yazarıq. Məsələn, biz koordinatlarını, mərkəzi nöqtənin koordinatlarını bu şəkildə orta nöqtənin koordinatları kimi tapıb və iki nöqtə arasındakı məsafə düsturundan diametri tapıb yarıya bölüb radiusu da yerinə yazarıq. Bu da bir. İndi olar ki bizə deyilər ki, məsələn, çevrə bir dəqiqə Y qoxuna toxunur. Y qoxuna harda toxunur? Məsələn, tutalım belə deyir ki bizə Y qoxuna toxunur və onun mərkəzinin koordinatları deyəcək 7 və 3'dür. Bizə deyir çevrənin radiusunu tapın. Çox qəşəng, çox sadə görürəm ki, əgər burada toxunursa, burada perpendikulardır onsuz da. Bilirik də. Çünki toxunana, radius toxunana perpendikulardır. Və burada hansı nöqtələrdə kəsir? 7 və 3'də. Yəni ki, qısa olaraq buradan bura qədər məsafə nədir? Baxın, buradan bura qədər məsafə düzbucaqlığın qarşı üzləri. Yəni bura 7'dir. Elə burada 7'dir onda. Bura 7'si burada. Yəni radius nədir? 7. Bu qədər. Radius taparıq. Çevrənin uzunluğunu taparıq. Sonra sahəsini taparıq. Məsələn, çevrənin əmələ gətirdiyi məsələn, daxili oblastın deyək, dairənin sahəsini bu şəkildə. Daha sonra deyər ki bizə, çevrə x oxuna toxunur. Baxın belə. X oxuna toxunur. Toxunursa, buradan bura qədər bir dənə perpendikular çəkirəm. Və bu perpendikular bilirəm ki, mənə nə verir? Radius. Məsələn, x oxuna harda toxunur? Deyər ki, 8 nöqtəsində toxunur. Və yaxud da belə deyər. Çevrənin mərkəzinin koordinatları 8 və 4'dür. Çevrənin radiusunu tapın. Bura olacaq 8 və bura olacaq 4. Deməli, bu məsafə 4'dür, elə bu məsafə də 4'dür. Bu da belə. Elə radiusumuz nə olacaq? 4. Bu qədər. Bir də bizə deyir ki, çevrənin mərkəzi tutalım ki 5-7 nöqtəsindədir. Bir dəqiqə qrafika düzgün qura bilsəm. Bəli. Məsələn, 5-7 nöqtəsindədir. Və xaricdə bir nöqtə verilir. Tutalım ki 10 və 12 nöqtəsi verilir. Bizə deyir ki, diqqətlə mənə qulaq asaq. Bizə deyir ki, bu nöqtədən çevrənin mərkəzinə qədər olan məsafəni tapın. Bu bir. Çevrənin mərkəzinə qədər olan məsafəni tapmaq üçün, axı bura 3-7'dir. 10-12 ilə 3-7 arasındakı məsafəni taparım. Bu rahatdır. Və yaxud da bizə deyir ki, bu çevrənin tutan düsturu verilir. Bizə çevrənin tənliyi verilir və oradan aydın oldu ki, məsələn, x çıx a, y çıx kvadratı bu şəkildə bərabərdir 25'e. Sizə aydın oldu ki, radius 5'dir. Və yaxud da 5 olmasın, ona 9 olsun. Radius nə olacaq? 3. Radius 3'dür. Bizə deyir ki, baxın, bu nöqtədən bu çevrəyə qədər olan ən qısa məsafəni tapın. Bu nöqtədən bu çevrəyə qədər ən qısa məsafə. Hansıdır o ən qısa məsafəmiz? Baxın, budur. Bu ən qısa məsafəmizdir. Çevrəyə qədər olan ən qısa məsafəmizdir. Və mən bu məsafəni tapdıqdan sonra iki nöqtə arasındakı məsafə düsturunda və radius daxı bizə deyir ki 3'dür. Mən bu tapdığım tutalım buranı 10 tapdım və yaxud da 10 da olmaz. Nə bilim olsun 8 olsun. Mən 8'dən bu radiusu çıxacam və çevrəyə qədər olan ən qısa məsafəni tapacam. Olacaq 5. Belə. Bütövlükdə 8 olmalı daxı. Əgər desə ki, çevrəyə qədər olan ən uzaq məsafəni tapın. Ən uzaq məsafə. Həmin o ən uzaq məsafə, baxın, buradan
Belə tam diametr boyunca olan ən uzaq məsafə olacaq. Yəni belə, hardasa belə bir şey olacaq. Yaxşı. Yəni bu zaman nə edirik? Biz deməli çevrənin, baxın bu nöqtə ilə çevrə arasındakı məsafəni tapırıq. Deyirik ki 8-dir. Çevrənin mərkəzi ilə bu nöqtə arasındakı məsafəni və bunu radius qədər uzadırıq. Yəni 3. Bir sözlə 8 üstə gəl 3. Deyirik ümumi kitabı olur 11. Belə. Başqa çevrə haqqında düşünürəm ki heç nə yoxdur. Məsələn, bizə ancaq mərkəzi nöqtə onların hər birini dedim. Bircə dəqiqə tez qeydlərimə də baxım. Bir dənə də demək istədiyim var. Məsələn, bizə belə bir x kvadratı üstə gəl y çıx 3-ün kvadratı bərabərdir 49. Tənliyi ilə verilən çevrənin diametrini tapın deyir. Bu tipdə məsələn, mərkəzinin koordinatlarını tapsın desin. Mərkəzi nöqtəsinin. Burada əslində x çıx 0-ın kvadratı üstə gəl y çıx 3-ün kvadratıymış. Bərabərdir. Burada 7-nin kvadratı. Göründüyü kimi bunun mərkəzinin koordinatları 0 və 3-dür. 0, 3. Radiusu isə 7-dir. Yəni əgər biri yoxdursa, və yaxud burada y-də olmaya bilər. Sən y kvadrat olar. Deməli bu nöqtənin, bu çevrənin mərkəzinin koordinatları 0, 0. Bu qədər. Belə ümid edirəm qeydlər sizin üçün faydalı olar. Daha yeni imtahana qədər hələ ki sabah 20 aprelin sualları olacaq. İlk bizim kanalda görə bilərsiniz. Yəni mənim kanalımda görə bilərsiniz. Ona görə kanalı izləməyi və bildirimləri açmağı unutmayın ki ilk siz xəbərdar olasınız. Sabah suallar çıxan kimi paylaşacağım. Və 27 aprel üçün bu qeydlər davam edəcək. Bu videonun rəy bölməsində istədiyiniz mövzunun adını yaza bilərsiniz. Onun üçün hansı tiplər, nələr çıxa bilər, onlara qısaca baxacağıq. Hər birinizə uğurlar. Növbəti videolarda görüşənə qədər hələlik.